Bir dənə bax məsələ var. Mən əvvəllər bax, yəni şəhərdə gəzəndə o qədər aviakassa görürəm. Aviakassa hər yerdə dolu idi da, yəni. Son vaxtda demək olar ki, mən görmürəm onu. Ümumiyyətlə çox nadir halda görürəm də, yəni. Bir dənə sadəcə olaraq hiss eləmişəm ki, son vaxtlar insanlar daha çox onlayn aldı, götürdü, elədi, getdi, çıxdı, getdi. Özləri məsəl üçün seçirlər. Bax, bu özün hansısa bir istiqaməti seçib gedirsən də, burada nə risklərin var sənin, nə risklərlə üz-üzə gələ bilərsən? Orada sənin səyahət müddətində çox nüanslar var, hansı ki, düzdür, insanlar var ki, məsələn, macəraya açıqdılar, nə olar deyib gedirlər, hə. Amma böyük bir kütlə macəraya açıq deyil. O qədər də yoxdur. Hə. Ona görə, məsələn, belə deyək, nüanslar çoxdur. Məsələn, aviabileti onlayndan alanda adam var, fikir vermir, məsələn, bagaj var, yoxdur. Aeroporta gedir əlində bagajla, qeydiyyat zamanı bildirirlər ki, məsələn, biletiniz bagajsızdır. Məcbur olur, bagaj üçün hava limanında ödəniş çox yuxarıdır. Yəni, bagaj üçün ödəyirsən, yeri gələndə, məsələn, belə deyək, səyahət agentliyi ilə almaq əvəzinə onlaynla müəyyən bir məbləğdə bəlkə də qənaət eləyib, bəlkə də etməyib. Amma axırda gəlir bagajın ödəyəndə elə vaxt olur bagaj biletdən də baha başa gəlir. Hə, elə olur. Mən bir dəfə əslində rastlaşmışam o situasiya ilə, məndə olubdu. Mən də gəldim, bagaj, məsələn, bagaj yox imiş, bilmirəm, gəldim. $70 ödədim, $75 ödədim. Hələ yaxşıdır, siz Azərbaycan hava yollarına açmışsınız. Orada biraz... Hələ yaxşıdır bizimki. Orada yaxşıdır, bagaj qiymətləri yaxşıdır və digər hava yolları var ki... Hələ mən də bizimkiləri deyirəm ki, çox bahadır. Yox, o mənada Azərbaycan hava yolları humanist yanaşması var. Yəni, qiymətləri düzdür, əhali arasında formalaşıb ki, qiymətlər çox bahadır, amma əslində azalan qiymətlər elə də baha deyil.